Salam, hər vaxtınız xeyir olsun. 8-ci bölmənin pullar olan hissədən başlayaraq geri qalan səhifələrin izahını verməyə başlayıram. Deməli, uşaqlar, birinci sual artıq pullar mövzusuna gəlib çatmışıq. Deyir, Kamran nə qədər pul var? Yəni, bəsit sualdır. Baxaq, 1 manat, 2 manat, 3 manat, 50 qəpik. Yəni, 3 manat 50 qəpik də bu şəkildə yazılır. Yəni, 3 manat 5 qəpik belə olmaz. Bunu yaza bilərdin. Məsələn, artıq bu belə olduqda 3 manat 50 qəpikdir. Amma 3 manat 5 qəpik bu belə yazıla bilməz. Qəpiklə yazılıbsa bu birbaşa 350 qəpik şəklində yazılmalı idi. Yəni, uşaqlar, A variantı. İkinci sualda deyir ki, 2 pul qabında cəmi nə qədər pul var? Baxaq. Baxın, 1 manat 20, 40, 1, 2, əslində 1, 2 manat 40, 45 qəpik. 2 manat 45 qəpik birincidədir. Birinci böyük pullardan hesablamağa başlamalıyıq. Birinci 5 manat, 5 manat, 6 manat, 6 manat 20 qəpik, 6 manat 30 qəpik də ikinci pul qabındadır. Deməli, uşaqlar, toplayırıq. 5, 4-ün üstü 7, 6-ın üstü 8, 8 manat 75 qəpik bizim doğru cavabımızdır. Sonra verilənlərdən deyir hansında dəyişməyən xərcdir. Baxın uşaqlar. Dəyişməyən xərc daimi olaraq biz onu həmişə eyni o məbləğdə ödədiyimizdir. Kommunal ola bilər, aydan aya fərqli ola bilər. Qida aydan aya məsələn elə ay ola bilər ki, çox olar digər aydan, elə ay olar ki, əvvəlki aydan az ola bilər. Geyim də elə olar ki, bu ay alarsan, gələn ay ala bilməzsən və almazsan və o da sənin bir əlavə xərcin olmaz. Amma kirayə necə varsa daimi də elə olur. Sonra ailənin aylıq gəliri 1200 manat, aylıq xərci isə 800 azin təşkil edir. Ailənin aylıq krediti isə 50 manat olarsa, aylıq yığımı nə qədər olar? Deməli, uşaqlar, 1200 manat ailəyə gəlir, 800 manat xərcləyirlər, 400 manat qalır. 400 manatdan da 50 manatını kreditə verdikdə geriyə aya yığım olaraq 350 azin qalır. Növbəti sual deyir ki, pul qabında 80 manat pul var, pul qabında neçə manat pul var? Buraya baxın. 80 manat, daha doğrusu uşaqlar 80 qəpik pul var. Əvvəla 0,8 man yazmaq, yəni %80 deməkdir. Bunu onluq kəsirlə ifadə edəndə onda 8 və %8 həqiqətən də görərsən ki, bir-birinə bərabərdir. %80 bir-birinə bərabərdir. Uşaqlar, biz bundan əvvəl mən onluq kəsrlərin müqayisəsində dedim ki, 0,80 ilə bunun hər ikisi də bir-birinə bərabərdir. Vergüldən sonra 2 dənə rəqəm varsa, buraya da 0 yazıram, həqiqətən də bərabər olduğu görsənir. Yəni ki, uzun sözün qısası uşaqlar 0,8 ilə, yəni %8 qəpik, %80 qəpik nəzərdə tutur. Yəni B variantı. Amma 0,8 bu isə artıq 100 qəpiyin 8 qəpik olduğunu bildirir. Yenə qeyd edirəm. 0,8 onda 8-dən %80 eyni anlayışdır. 0,8 isə 100 qəpiyin 8-nin olduğunu göstərir. Burada da doğru cavab B variantıdır. Sonra deyir ki, bankada 5000 manat, bankdan deyir 5000 manat kredit götürən müştəri bir ildə məbləğdən əlavə onun onda 3 hissəsini qaytarmalıdır. Deməli, uşaqlar 5000 manat bu gedir, bankdan kredit götürür və onun onda 3 hissəsini qaytarmalıdır. Müştəri kreditə görə banka əlavə nə qədər pul qaytarmalıdır? Hissəyə görə, ədədə görə hissənin tapılmasında dedik ki, ədədi hissə göstərənə vururuq. 5000-i 10-a bölürük. Qaldı mı 500? 500-ü də 3-ə vururuq, elədi 1500 azin. Yəni, uşaqlar, B variantı. Növbəti suala baxaq, deyir 50 neçə qəpik pul var? Yenə uşaqlar, birinci dedim ki, pulları hesablayarkən böyükdən kiçiyə doğru gedirik. Burada da baxırıq ki, 1 manat 50 qəpik. 1 man 50 qəpiyimiz isə 1 manatımız 100 qəpikdir. 50 qəpik üzərinə gələndə edəcək 150 qəpik. Yəni, uşaqlar, D variantı. Növbəti sual deyir ki, Aynur aldığı əşyalar cəmi nə qədər pul ödədi? Deməli, 1 manat 32 qəpik karandaşa verib, 2 manat 16 qəpik dəftərə verib. Toplamda, baxın, vergülün altda yazmışam, rəqəmlər də rəqəmlərin altdan. 8, 4, 3, vergül də eyni o qaydada 3 manat 48 qəpik.
Sonra 9-cu sual uşaqlar deyir ki, 5 metr parçanın qiyməti 15 manatdır. Qulaq asın, 5 metrin 15 manatdırsa, 1 metrin tapmaq üçün 15-i böləcəksən 5-ə. 1 metr bərabərdir 3 manat. Və deyir ki, 1 metr parçanın qiyməti nə qədərdir uşaqlar? 3 A variantı. Növbəti 10-cu suala baxaq. Deyir ki, Aybənizin atası qiyməti 945 manat olan mobil telefon almaq istədi. Mağaza bu telefonu 9 ayda məbləğin 5də 1 hissəsi qədər əlavə ödəməklə təklif etdi. Bunun üçün mağazaya ümumilikdə nə qədər pul ödəmək lazımdır? Uşaqlar, əvvəlcə Aybənizin atası 945 manat olan mobil telefon almaq istəyir. Deməli, bu da deyir ki, 9 aylıq alıb da. Deməli, bu mobil telefonu 9 ay alıb. Gəl əvvəla görək 945-i 9-a böləndə 1 aya nə qədər düşür? Hələ əlavə puldan başqa. 9-un içərisində 9, bir dəfə 9. 4-ün içərisində olmadığına görə burada 1 0 və 5-i endirəm. 45-in içində 9 neçə dəfədir uşaqlar? 45 dəfə. Bu əlavə pulsuz 105 azin pul ödəməlidir. Və deyir ki, əlavə olaraq da 9 ayda, yəni 945-i 9 ayda ödəməyəcək, həmin o 945-in 5də 1-i qədər də əlavə pul ödəməlidir. Yenə bölürük 945-i 5-ə, 945-i 5-ə böldükdə 9-un içində 5 bir dəfə, 44-ün içində 5 8 dəfə, 45-in içində isə 189 manat da bunun əlavə puludur. İndi nə deyir? Deyir ki, bu əlavə pul ödəməklə təklif edir. Bunun üçün mağaza ümumilikdə nə qədər pul ödəməlidir? Uşaqlar, heç bunun biz əvvəla 9 aya bölüb hər ay 105 manat tapdığımıza ehtiyac yoxdur. Biz bunu belə xatirimizə saxlayaq ki, 945 manat bu adam ödəyəcək. Hər ayda 189 azin əlavə pul ödəyir. 9 aylıq götürüb 189-u vururam 9-a. 9 dəfə 1, 9. Uşaqlar, daha doğrusu necə? Burada baxın, burada diqqət eləyək, bir dənə gözümüzdən qaçmasın. Deyir 9 ayda məbləğin 5də 1 hissəsi. 9 aya məbləğin 5də 1-i qədər. 9 aylıq müddətdə bu adam 189 manat da əlavəyə pul verir. 945 manat telefonun öz qiyməti, 189 azində əlavə ödədiyi pul olur. Onları da toplayırıq 4 bir yadda. 8, 4, 12, 1 yadda 13, 9, 1, 10, 1 yadda da 11. 1134 manat mağazaya pul ödəməlidir. Sonra geyimləri ucuzdan bahaya doğru sıralasaq 3-cü geyim hansı olar? Deməli uşaqlar, buraya baxırsan ki, baxın, gəlin belə eləyək də. Köynək nə qədərdir? 24 manat 75 qəpik. Pencək nə qədərdir? 24 manat 60 qəpik. Deyəcəm niyə onu 60 dedim. Jilet nə qədərdir? Jilet 24 manat 85 qəpik. Şalvar nə qədərdir? 24 manat 90 qəpik. Aşağılar, bunu hardan bildim? Bax, vergüldən sonra görürəm hamısında 2 dənədir. Mən də bunların yanına 0 yazsam heç bir problemim olmur. Və indi başlayıram. Deyir, ucuzdan bahaya doğru. Yəni, kiçikdən böyüyə doğru düzəcəyik. Burada ən ucuz hansıdır? Ən ucuz P hərfindən başlayan hansı idi? Pencək. Ən ucuzumuz pencəkdir. Ondan sonra ucuzumuz köynəkdir. Ondan sonra ucuzumuz jiletdir. Sonra isə sonuncu olarsa şalvardır. Bu da bizə deyir ki, 3-cü geyim hansı olar? 3-cü geyimdə uşaqların hansı idi? Jilet. B variantı. Sonra növbəti suala baxaq. Deyir ki, Nigar 30,50 manata ətək aldı. Ətək neçəyədir? Biz onluq kəsr şəklində göstərəcəyik bunu. Deməli, aşağıya buraya baxın. 30,50. Ya belə yaz. Yəni, ikisi də eyni şeydir. Ya da belə yaz. İkisi də eyni bir şeydir. Yəni, baxıram, görürəm hansı variantdır? A variantı. Sonra keçirik uşaqlar növbəti səhifəyə. Yenə bu orta səviyyədə olan sualdır. Baxaq. 12 manat 40 qəpiyə manat və qəpiklə necə ifadə etmək olar? Aşağılar elə oxuduğum kimi də baxın. 12 manat 40 qəpik. A variantı. Sonra kitab dəftərdə nə qədər bahadır? 34 manat 75 qəpik. Nədir? Kitabdır. 4 manat 35 qəpik də dəftərdə. Aşağılar gördünüz də vergülün altına yazdım. Həmişə buna diqqət eləməliyik. 5
4 0 3. Yenə vergül 30 manat 40 qəpik ondan bahadır. B variantı. Sonra deyir ailənin 3 ay ərzindəki xərcləri cədvəldə göstərmişdir. Bundan əsasən 3, 4 və 5-ci sualları cavablandırın. Yəni cədvəl üzərində oxumaya baxacağıq aşağılar. Monitorinq imtahanlarında axırıncı 50, dərs 89 və 60-cı suallar açıq olur və general olaraq diaqramlar və yaxud da cədvəllər üzərinə bağlı olan suallardır. Onun üçün də həmişə diqqət etmək lazımdır. Deyir ailənin mart ayındakı dəyişən xərcləri nə qədərdir? Baha görək mart ayındakı dəyişən xərcləri nə qədərdir? Deməli 300 manat bunlar nəyə verir? Kommunala. 210 manat. Baxın 300 manat kommunala verir. 210 manat geyimə verir. 50 manat dərnəyə verirlər. 350 azin isə qidaya verirlər. Ümumi olaraq 5, 6, 5, 11, 5, 8, bir yadda da 9, 10. Bir dəqiqə görək mən harada səhv elədim uşaqlar toplamada. Bax 300 azin, 210, 50, 350. Mart ayındakı xərcləri budur. 5 üstə 6, 6 üstə də 5, 11 bir yaz bir yadda. 3 üstə 2, 5, 8, bir yadda 9, 10. Haradasa səhv elədim uşaqlar. Uşaqlar burada mən də deyirəm ki, niyə bu şey olub? Burada şərtdə bayaq nə dedi? Şərtdə deyir ki, 3-cü sualın şərtində deyir dəyişən xərclər. Dəyişən xərclər də görürsünüz, bax cədvələ fikir verin. Məsələn, kommunal dəyişir, 250, 310 ödəyirlər, geyim dəyişir, qida dəyişir. Amma dərnək baxın hamısında 50 manat verirlər. Ona görə biz burada dərnəyi hesablamayacağıq. Çünki o dəyişməyən xərcdir. Daimi 50-50 ödəyiblər. Kommunala 300 ödədi, geyimə 210 ödədi, bir də qidaya 350 azin ödədi. O da ümumilikdə 6, 5, 860 manat edir. Yəni variant uşaqlar. Deyir ailənin aylıq gəliri. Ailənin aylıq gəliri 1500 manat olarsa, may ayı üçün ailənin aylıq yığımı nə qədər olur? Bu ailə tutaq ki, bir ayda 1500 azin pul gəlir. Biz də baxaq görək bunlar may ayında nə qədər xərc edirlər. Bunlar da may ayında 310 manat kommunala verirlər. 70 manat geyimə verirlər, 50 manat dərnəyə verirlər, 495 azin isə qidaya verirlər. Hesablasaq baxarıq ki, 8, 5, 13, 9 da gəldi 22, 2 yazdı, 2 yadda 7, 925 manat bunlar may ayında pul xərcləyirlər. Görək nə qədər pul qalır. 5-in özü 9-dan 2 çıxanda 7, 14-dən də 9 çıxanda neçə qalır uşaqlar? 5, 575 manat bu ailənin kənara atmağa pulu qalar. Sonra uşaqlar ailənin dəyişməyən xərci 3 ay ərzində nə qədər olmuşdur? Bayaq baxdıq ki, onlar dərnəyə hər ay 50 manat, 50 manat, 50 manat verirlər də, o da ümumilikdə 150 azin edir. Sonra baxın, Arzun deyir 10 manat 30 qəpik var, hansı variantda verilən pul Arzun pulundan azdır? Uşaqlar 10 manat 30 qəpik ya belə, ya da 10 manat onda 3 şəklində də yaza bilərik. Baxaq. 10 manat 45 qəpik çoxdur. 10 manat 50 qəpik çoxdur. 10 manat 70 qəpik çoxdur. Amma 10 manat 25 qəpik 10 manat 30 qəpikdən azdır. Sonra bir pozanın qiyməti deyir 20 qəpikdirsə 80 qəpik neçə pozan olmaq olar? Uşaqlar 80-i 20-yə bölürsən 4 düşür. Ailənin aylıq gəliri deyir 2000 manatdır. Bir ay ərzində kommunala 290 azin verirlər, qidaya 350 azin verirlər, 1000 manat təhsil haqqı ödəyirlər və aylıq yığımı 200 manat olarsa, ailənin digər xərcləri nə qədərdir? Baxın, deməli 2000 manat bu ailəyə gəlir. 290 kommunala verir, 350 təhsil haqqı da 1000 manat verirlər. Baxaq görək nə qədər xərcləyir? 5, 14, 5, 6, 1640 manat bunlar pul xərcləyir. Bu adları çəkilən xərclərdir. Aylıq yığımı 200 manat oldular. 2000 manatdan sadəcə 200 manatı qırağa qoya bilirlər. Və özlərinə qalırmı? 200 manat kənara qoyurlar, 1800 manat xərcləyirlər. Buna 1640-ını o adını çəkdiklərinə verirsə, görək digər xərclərə nə qədər qalır? 1800 manat bunun xərci çıxır da. Bir ayda 1800 manat bunun xərci çıxır. 200 manat da əlavə atırlar kənara. 1800-dən də 1640 çıxanda qalır 160 azin. Yəni digər xərclər də 160 azin verirlər.
Daha sonra deyək ki, mağazada bir qutu çayın qiyməti 4 manat 20 qəpikdir. Mağazaya 3 qutu çay satarsa nə qədər gəlir əldə edər? Uşaqlar, heç vergül görüb dilimiz qatlanmasın. Ya bu şəkildə vur, ya da 4,2-ni biri 4 manat 20 qəpikdirsə, 3 dənəsini elə bir 4,2 vurursan 3-ə. 3 dəfə 2 6, 3 dəfə 4 də 12. Yenə uşaqlar həmin qaydada da 12 manat 60 qəpik, yəni 12,6. Uşaqlar hansı variantdır? B variantı. Deyir ki, Sənanın 2,3 manat pulu var. Bacısı ona nə qədər pul versə, Sənan istədiyi kitab alar. Sənanın istədiyi kitab 7 manat 50 qəpikdə, 7,5-dir. 2,3 manat da özünün varsa, görək nə qədər pulu çatmır? 5,2 manat, yəni 5 manat 20 qəpik uşaqlar. Və alsaydım 5,2, hə, onda 5 manat 2 qəpik B variantı olardı. Yəni %2. Amma burada mənə bu lazımdır. Diqqətli olaq həmin məsələlərdə. Sonra Muradın atası deyir, ona ad günündə kompüter aldı. Bir il ərzində hər ay 150 manat pul verir. Uşaqlar, bir ilimiz neçə aydır? 12 aydır. Bir il ərzində hər ay 12 manat, hər ay 150 manat pul verəcək. 150-ni vururuq 12-yə. Çünki bir ayda 150 verirsə, 12 ayda görək nə qədər verəcək. Heç uşaqlar, 0 özümə sürmürəm. 15-i 2-yə vururam. 30, 15, 180. Bir dəqiqə görüm, harada səhv elədim, düzü vurmadıq deyilsə. Hə, 180, bir dənə də sıfırımı azad eləmişdim. 1800, yəni hansıdır C variantı? Bir ildə 1800 azim pul ödəyər. Sonra uşaqlar deyir, pul qabında nə qədər var? Yenə dedim, pulları hesablayanda böyükdən kiçiyə 20, 21, 21, 20, 21 manat 40 qəpik. Yəni 21 ya 4 ya da 21 manat 40 qəpik. Hansı varsa onu götürürük. Yəni B variantı uşaqlar. Yenə C variantına baxaq. Deyir ki, hansı geyim bahadır? Baxaq. Baxın uşaqlar. 32 manat 35 qəpik, 33 manat 55 qəpik, 33 manat 75 qəpik, 33 manat 70 qəpik də budur. Ən bahası hansıdır? 33 manat 75 qəpik. Yo, uşaqlar, bir dəqiqə. Səhv dedim. 35-ə baxsanız, burada 35 var. Yəni 35 manat 70 qəpik. 1 kiloqram düyünün deyir qiyməti 2,1 manatdırsa, 2,1 manatdırsa, yəni 2 manat 10 qəpikdə 3 kiloqram düyünə qədər edilir. Heç sən bayaqki qayda ilə vur 3-ə, digər ədədlər vurduğunuz kimi 6 manat 30 qəpik. Sonra yenə deyir, ailənin aylıq gəliri 2000 manat uşaqlar. Yenə 2000 manat ailəyə gəlir. Və ailə bu və kommunal xərcə 130 manat pul verirlər, qidaya 300 manat ödəyirlər, təhsil haqqı isə 1000 manatdır. Bayaq yuxarıdakı məsələyə oxşuyur. Və deyir ki, uşaqlar, ailənin deyir yığımı 500 manat olarsa da, bunlar elə bir 2000 manat, qulaq asın, 2000 manat ailəyə pul gəlsə də, 500 manatı kənara ata bilirlər də. Gəl əvvəlcə baxaq görək nə qədər xərcə pul gedir 500 manatın kənara atanda. 2000-dən 500 çıxanda qaldımı 1500 azin? Bunu yadımızda saxlayırıq ki, bunların bütün xərclərinə 1500 manat pul gedir. Və sonra mənə deyir ki, görək bunlar bu kommunaldır, qidadır, təhsildir, hamısı bir yerdə nə qədər edir? baxın uşaqlar, 1430 manat ödəyəndən sonra yerdə nə qalır? Çünki hamısı bir yerdə 1500 eləməlidir axı. 70 manat da o digər xərclərə verirlər. O da hansı variantdır uşaqlar? A variantı. Sonra deyir, boş xanaya hansı müqayisə işarəsi yazılmalıdır? Bax, 0,2, yəni 0,20 qəpik, bu da 25 qəpik. Deməli, uşaqlar, hansı böyükdür? Əlbəttə ki, 25 qəpik. İşarəmiz hansı tərəfə olmalı idi? İşarəmiz bu tərəf. Deyir, 4 manat 5-də 3 hissəsi nə qədərdir? 4 manat 5-də 3 hissəsi nə qədərdir? Uşaqlar, 1 manatımız 100 qəpikdir, düzdürmü? 4 manatımız nə qədər edəcək? 400 qəpik. 400-ün də 5-də 3-ünü tapırıq. Yenə məxrəcə bölüb sürətə vururuq. O da 20, 80-ə vuranda 240 qəpik.
İndi 240 qəpiyimiz də nə qədərdir? 2 manat 40 qəpik. Yəni hansı variant uşaqlar? A variantı. Sonra deyir ki, bir ay ərzində kommunal xərclər 325 manat. Yenə baxaq, 325 manat. Sonra qida deyir 470 manat. Aha, 470 manat. Digər xərclər isə 550 manatdır. Ailənin aylıq kredit borcu isə 200 manatdır. Ailənin aylıq gəliri ən az nə qədər olmalıdır ki, bütün xərcləri ödəsin? Burada 200 manatımız yadımızdan çıxdı. 200 manat da kreditə ödərlər. Görək nə qədər bunların xərci olur da. Bir ayda 5. 7 üstə 2, 9, 5 də gələndə 14, 4 yaz, 1 yadda 7, 5 gələndə 12, 2 gələndə 14, 1 də yadda 15. 1545 manat bunların xərci çıxır. Və deyir ki, ən az nə qədər olmalıdır da? 1545, elə ən az 1545 olsun ki, bunlar 1525 olsa pul satmayacaq, 1455 olsa pul satmayacaq. Bu artıq çoxa doğru gedir. Artıq variantında ən az 1545 göstərib də C variantı uşaqlar. Sonra 7-ci sual deyir ki, baxaq, Kamran dostundan 25 manat borc aldı və hər həftə eyni miqdarda olmaqla 5 həftəyə borcunu geri qaytarmalıdır. Kamran 2 həftə sonra nə qədər borcu qalar? Baxın, 25 manat borc aldı və hər həftə eyni miqdar olmaqla 5 manat 5 həftəyə borcunu geri qaytarmalıdır. Kamranın 2 həftə sonra nə qədər borcu qalar? Baxın, 25 manatdır, 5 həftə. 5-ə böldükdə 1 həftəyə 5 manat ödəməlidir. Bax, 1 həftəyə 5 manat. 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, bir də 5-ci həftə. Bu da 2 həftə ödəyir. 5 manat, 5 manat ödədimi? 5, 5, 10 manat ödədi. Yerdə nə qədər pul qaldı? 25 manat alır baxı. Yerdə də qalır 15 manat pul qalır digər həftəyə. Yəni 15 manat da borcu qalır. Sonra deyir 3 kiloqramlıq pendirin qiyməti 9 manat 60 qəpikdir. 4 kiloqram pendirin qiyməti nə qədərdir? Gəl baxaq görək 1 kiloqramımız nə qədər gəlir. 3 kiloqramım 9 manat 60 qəpikdirsə, yəni uşaqlar 9 manat 60 qəpiyim nə qədər edir? 960 qəpik. 960-ı da bölürəm 3-ə. Görün 1 kiloqramım nə qədərdir? 9-un içində 3, 3 dəfə 9. 6-nın içində 3, 2 dəfə 6. 0 deyən 320 qəpik. 320 qəpimdə nə qədər edir? 3 manat 20 qəpik. Deməli 1 kilo pendirin qiyməti, baxın 3 manat 20 qəpikmiş. 4 kiloqram nə qədər edir? Heç sən 3 manat 20 qəpik də vur 4-ə. Yenə 0 istəsən özünlə aparma. 12 tam. Yəni 12 manat 80 qəpik uşaqlar. Hansı variantdır? B variantı. Sonra deyir, Amalın pullarını sayı cədvəldə verilib. Amal dostuna 4 manat borc versə, nə qədər pulu qalar? Baxın, 50 qəpikdən 2 dənədir. 2 dənə 50 qəpiyim, 50 qəpik, 50 qəpik, 100 qəpik. O da neçə edir? 1 manat. Düzdürmü? 1 manatdan 3 dənədir. 1, 1, 1. Neçə elədi? 3 manat. 5 manatdan da 1 dənədir. Bu da 5, neçə elədi? 5 manat. İndi bunun 5 manat, 3 manat, 1 manat. 5, 3, 1. 9 manat bunun pulu var. Və Amal dostuna 4 manat borc verərsə, 9 manatdan da 4 manatını dostuna verərsə, qaldı özünə 5 manatı. Deyir, nə qədər pul qalar? Uşaqlar əlbəttə ki 5 manatı qalar. Sonra baxaq, deyir, verilmiş məbləğlərdən fərqini tapın. Baxın, uşaqlar. 14 manat 75 qəpikdən çıxıram 9 manat 45 qəpik. Qəpiyin altdan manatdan manatın altdan. 5-dən 5 0 30 qəpik. 14-dən 9 çıxanda 5 manat. 5 manat 30 qəpik. Onu da yaza bilərsən ya 5 manat 10-da 3 şəklində ya da 5 tam 100-də 30 şəklində yaza bilərsən. O da baxaq görək hansı var, elə 5 tam 10-da 3 A variantı. Deyir, hansı məbləğ 100-ün yüzdə 4 manat deməkdir. Yəni yüzdə 4 manat deməkdir uşaqlar. 1 manatımız nə qədərdir? 100 manat. 100-ü də
vurursan %4-ə. O da eləyir 40 qəpik. Yəni hansı variantdır? A variantı. Sonra Səma deyir 3x-dir. Uşaqlar, burada bayaq mən getdi fikrim. %4 bayaq vurub da yazmışam 40 qəpikdir. Ay müəllim 40 qəpiyimi qalır, yalnız 4 qalır. Yəni 4 qəpik. O da 3 qəpiyin üstə 1 qəpikdən neçə eləyir uşaqlar? 4 qəpik elə B variantı. Yəni A deyil. Sonra deyir Səma 3 keks və 2 bulka üçün nə qədər pul ödədi? Baxın, bir dənə keksin 1 manat 2 qəpikdir. Belə də hesabla 1, 2, 1.2 neçədir? 3 manat 6 qəpik. 3 manat 6 qəpik keks elədi. 2 bulku. Bulkun biri 50 qəpikdirsə, 50 qəpik, 50 qəpik neçədir? 1 manat da 100 qəpik edir. Mən indi belə yazıram 1 manat. 3 manat 60 qəpik keks idi. 1 manat da o birisi elədi də, bulkusu elədi. 4 manat 60 qəpik. Yəni uşaqlar hansı variantdır? D variantı. İndi keçirik Azərbaycan dili suallarımıza. Baxaq. Mətni yenə oxuyaq uşaqlar. Deyir, bir kiçik kənddə yaşlı bir rəssam yaşayırdı. O gözəl rəsmlər çəkir, sonra da onlara yaxşı qiymətə satırdı. Günlərin birində kənddə yaşayan kasıb bir şəxs rəssamın yanına gələrək deyir: Sən niyə bu kəndin kasıblarını əl tutmursan? Səninki qazancın çoxdur. Kəndimizin qəssabına bir bax. Heç olmasa ondan dərs al. Qəssab nə varlıdır, nə də ki sənin kimi qazanc əldə edir. Amma yenə də kasıblara əl tutur. Həftədə 2 dəfə kəndin yoxsul insanlarına havai ət paylayır. Rəssam bu sözü eşidincə gülümsəyir və qapısına qədər gəlmiş həmin şəxsə heç bir cavab vermir. Yoxsul şəxs incik halda rəssamın yanından ayrılır. O kənddə xəbər yayır ki, rəssam varlı olsa da çox simic insandır. Tezliklə hamı bu hadisədən xəbər tutur. Bundan sonra kənd cəmiyyəti rəssama pis gözlə baxmağa başlayır. Bir müddət keçir, kəndin qəssabı həmişəki kimi həftədə 2, bəzənsə 3 dəfə kəndin yoxsul insanlarına ət verməyə davam edir. Günlərin birində yaşlı rəssam xəstələnib yorğan döşəyə düşür və kənd cəmiyyətindən heç kim ona baş çəkmir. Qoca rəssam elə tək tənha dünyadan köçür. İnsanlar onun dəfninə də getmirlər. Rəssamın dünyasının dəyişməsindən bir neçə həftə sonra keçdikdən sonra kənd cəmiyyəti qəribə bir şeyə şahid olur. Artıq qəssab kasıb insanlara havai ət paylamırdı. Onlar təəccüblə qəssabdan bu işin səbəbini soruşduqda qəssab onlara belə cavab verir: Hər ayın əvvəlində mənə bir qədər pul verərək yoxsul şəxslərə hər həftə havai ət paylamağımı istəyən o yaşlı rəssam bir həftə öncə dünyasını dəyişdi. Növbəti ayın pulunu ödəmədi. Buna görə də ət paylamağı dayandırdım. Kənd adamları bunu eşidib rəssama göstərdikləri münasibətə görə çox peşman olurlar. Amma gördünüz uşaqlar necə mənalı bir mətndir də. Yaxşılığı gizlincə, təmənnasız, qarşılıq gözləmədən edirdi. Baxaq, mətndə rəssamın qazancı barədə nə deyilir? Rəssamın qazancını kasıblara verir. Rəssam rəsmlərini yaxşı qiymətə satır və çox qazanc əldə edir. Bəli. Rəssam qazancını qəssaba verir. Rəssam heç vaxt rəsmlərini satmır. Ən doğrusu B variantı. Kasıb şəxs rəssama nəyə görə tənqid edirdi? Rəssam çox pul xərcləyir. Xeyr. Rəssam kasıblara kömək etmir, amma qəssab bu işə diqqət yetirir. Bəli. Rəssam insanlara çoxlu hədiyyələr alır. Xeyr. Rəssam insanlarla pis rəftar edir. Xeyr. Deyir, rəssam kasıb insan sözlərinə necə bir reaksiya verir? Deyir, heç bir şey cavab vermir və sadəcə gülümsəyir uşaqlar. Bəli, B variantı. Yoxsul insan kənddə xəbər yaydıqdan sonra kənd cəmiyyəti rəssama pis gözlə baxmağa başlayır. Babayaq dedim, oxudum. Sonra 5-ci sual, qəssabın insanlara havai ət paylamasının səbəbi nə idi? İnsanlara yardım etmək istəməsi, xeyr. Çox dövlətli olması, xeyr. Rəssamın hər ay ona pul verməsi və orada da deyir ki, artıq son ay ödənmədiyi üçün ət də paylamır. Sonra rəssamın vəfat etməsindən sonra nə baş verir? Kənd cəmiyyəti rəssamın dəfninə gəlir. Xeyr, qəssab rəssamdan pulun olmadığını ət paylamağı dayandırır. Bəli, kənd cəmiyyəti rəssamın ölümünə çox sevinir. Belə bir şey deyilmədi. Qəssab kəndlərə daha çox ət paylar. Xeyr. Qəssab ət paylamağa qərar verdikdən sonra kənd cəmiyyətinin paylamamağa qərar verdikdən sonra kənd cəmiyyətinin reaksiyası nə olur?
Qəssaba çox təşəkkür. Xeyr, kənd cəmiyyəti qəssabdan niyə ət vermədiyini soruşur. O da izah edir. Bayaq dedim, kənd cəmiyyəti qəssabı çox qəzəbləndirir. Xeyr, kənd cəmiyyəti qəssaba heç bir sual vermir. Xeyr. İnsanlar həqiqəti öyrəndikdən sonra hansı hisslər keçirlər? Çox məyus və peşman olurlar uşaqlar. B variantı. Mətnə əsasən klasteri tamamlayın. Baxaq. Deyir, yoxsul insana görə rəssam qəssabdan daha çox pul qazanır. Qazancı çox olan insanlara, kasıblara yardım etməlidir. Rəssam qəssabdan ət alıb əhaliyə paylamalıdır. Rəssam öz var-dövlət insanlara bölməlidir. Deyir ki, yoxsul insana görə rəssam qəssabdan daha çox pul qazanır. Qazancı çox olan insanlar, kasıblara yardım etməlidirlər. Yoxsul insana görə də. Və rəssam öz var-dövlətini insanla bölüşür. Qəssab deyir, çox simistdir. Xeyr, rəssam düşünürlər. Bütün rəssamlar yalnız özlərini düşər. Rəssam qəssabdan ət alıb əhaliyə paylamalıdır. Rəssam öz var-dövlətini insanlarla bölüşməlidir. Uşaqlar B variantı. Çünki yoxsul insanlar elə düşünürlərdi də. Onun üçün gəlib deyir, sən niyə heç eləmirsən kasıblar üçün də, kəndin üçün. Mətn əsasən nəyə demək olmaz? Kəndlilər rəssama həsəd aparırlardı. Xeyr. Rəssam etdiyi yaxşı heç kəsə bildirmirdi. Düzdür. Qəssab hər rayona verilən pul hesabı insanlara ət paylardı. Düzdür. Qəssab paylarda ətdən qazanc əldə edirdi. Bəli, çünki rəssam ona hər ay pul ödəyirdi. A variantı amma mətnə uyğun olmaz. Aşağıdakı fikirlərdən hansını rəssama aid etmək olar? Yaxşılıqları hamıya məlum idi. Xeyr, heç kim bilmirdi. Çoxlu pul olmasına baxmayaraq heç kəsə yardım etməzdi. Xeyr, edirdi. O tək tənha da dünyadan köçür. Bəli, uşaqlar. C variantı. Sonra 12. Hansı aforizm mətn ideyasına uyğun gəlir? Yalnız yaxşılıq etmək yetməz, yaxşılıq incəlik etmək lazımdır. Ağıllı öyrənməyə, axmaq öyrətməyə belə bir əlaqə yoxdur. Bildiyin şeydən qorxma, bilmədiklərindən qorx. Belə bir şeyə də deyildi. Pisliyi adı çox olmur, pisliyə də pislikdir. Xeyr, uşaqlar, ən doğru A variantı. Mətni məntiqi sonluqla deyir, onlar deyir, çox məyus və peşman olurlar. Bundan sonra rəssama xeyr artıq dünyadan köçüb, sonrakı peşmançılıq fayda verməz. Bəli, B variantı. Mətnə əsasən hansı epizod daha əvvələ aiddir? Yəni hadisə, uşaqlar. Qəssab ət paylamağı dayandırması öləndən sonra olur nəticədə. Rəssam dünya dəyişməsi nəticəyə uyğun. İnsanlar rəssamın dəfinə getməməsi əsas isə rəssamın yoxsul şəxsin sözlərinə gülümsəməsi girişdə, əvvəldə D variantı. Sonra mətndə nə tənqid olunur? Yaxşılıq etməyin faydası, xeyr, paxıllıq bununla bağlı heç yox idi. Bilib-bilmədiyi insanlar haqqında öz fikir forma, yoxsul insanların çəkdiyi bəluşalar, bilib-bilmədiyimiz haqqında nəyi səhv, nəyi doğru olduğunu 100% əminliklə bilmədən kimin hansısa haqqında nəsə söyləmək. Sonra uşaq mətnimiz informativ mətndir. Süreyya Ağaoğlu. Baxaq. Deyir, Türk dünyasının ilk qadın vəkili Süreyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. Onun atası məşhur mütəfəkkir, hüquqşünas, yazıçı və siyasətçi Əhməd bəy Ağaoğludur. Əhməd bəy 1905-ci ildə Çar hökumətinə və erməni daşnaqlarına qarşı mübarizə aparmaq məqsədilə gizli difai təşkilatını yaradır. Bir müddət sonra hökumət tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizli yaşar. O 1908-ci illərin sonlarında həbs olunmamaq üçün ölkəni tərk etməyə məcbur olur. 1910-cu ildə isə Əhməd bəy Ağaoğlu'nun ailəsi eləcə də Süreyya xanım Azərbaycanı tərk edir. Atasının düşüncələri və tutduğu vəzifələr səbəbindən onun uşaqlıq və gənclik illəri türk ziyalıları, eləcə də Mustafa Kemal Atatürkün yaxın dostları arasında keçir. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kemal Atatürk ilə şəxsən görüşmüşdür. Uşaqlıqdan vəkil olmağı arzulayan Süreyya xanım öz fikirləri ilə məktəbdə də seçilir. Hətta İngilis işğalı zamanı kiçik Süreyya yoldaşlarını da toplayaraq oxuduğu liseyin üzərində dalğalanan İngilis bayrağını çıxarır və yerinə türk bayrağı asır. Onu buna görə danlayan İngilis zabitinə sizin ölkənizin birisi işğal etsəydi eyni davranışı göstərməzdinizmi deyə sual verir və zabit bu sözlərin qarşısında sadəcə cavab vermədən çıxıb gedir. Hüquqşünas olmaq Süreyya xanımın uşaqlıq arzusu idi. Böyüdükdən sonra fikrindən daşınmadığını
görən yaxınları bu peşənin qadınlara uyğun olmadığını və belə bir ixtisasda heç vaxt qadın təhsil almadığını ona izah etməyə çalışırlar. Süreyya xanım isə istədiyindən dönmür, qətiyyətlə bu seçim üzərində dayanır və istədiyinə nail olur. Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Süreyya Ağaoğlu Azad Fikirlər Yayma Dərnəyi və Türk-Amerikan Universitetlərinin Dərnəyinin həmtəsislərindəndir. 1980-ci ildə uzun illərdən sonra Süreyya xanım doğma vətəninə Azərbaycana gəlir. O Şuşaya getməyi çox istərdi, lakin ona qismət olmur. Süreyya xanım 29 dekabr 1989-cu ildə İstanbulda beyninə qan sızması nəticəsində vəfat etmişdir. 2023-cü ildə Bakıda Süreyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən ondan çox ölkənin vəkillərinin iştirak etdiyi beynəlxalq konfrans keçirilmişdir. Bəli, uşaqlar, maraqlı bir mətn idi. Mətnə əsasən hansı Süreyya xanımının xarakterinə aid edilə bilməz? Qətiyyətli idi, bəli, çalışqan idi, bəli, cəsur idi, bəli, laqeyd idi, xeyr. Süreyya xanım cəsarətlə seçilirdi. Fikri hansı abzasda fakt gətirərək əsaslandırmaq olar? Baxaq. Deyir ki, uşaqlıqda vəkil olmağı öz fikirlərlə məktəbdə də seçilirdi. Baxaq, uşaqlar ilə neçənci abzasdır? 1, 2, 3. Üçüncü abzasa o həmin o fikrə uyğun deyə bilərik, əsaslandıra bilərik. Sonra mətnə əsasən hansı fikir doğru deyil? Baxaq. Deyir ki, Süreyya xanım yoldaşlarını toplayaraq oxuduğu liseyin üzərində dalğalanan fransız bayrağını çıxarır və yerinə türk bayrağı asır. Uşaqlar, orada fransız idi, yoxsa ingilis? Gəl bir də baxaq. Deyir ki, yoldaşlarını toplayaraq oxuduğu liseyin üzərində görürsünüz. Baxın, özü sizə o cümləni verib ki, siz onun içərisində bu sözü görməyəsiniz və deyəsiniz ki, hə də doğru fikirdir. Xeyr, fransız bayrağı elə hansıdır uşaqlar? Elə A variant. Digər variantlara da baxsanız görərsiniz ki, doğrudur. Süreyya Ağaoğlunun atası kim idi? Əhməd bəy Ağaoğlu. Bəli, B variantı. Hansı başlıq mətnə daha uyğundur? Difai təşkilatı sadəcə bir yerdə adı çəkilir. Əhməd bəy Ağaoğlu. Xeyr. Atatürk siyasəti. Xeyr. Türk dünyasının ilk qadın vəkili mətnində də qeyd olunmuşdur uşaqlar. Deyir, mətnə əsasən hansı fikir doğru deyil? Əhməd bəy hökumət tərəfindən təqib olunur, Azərbaycan tərk edir. Düzdür. Hüquqşünaslıq peşəsi qadınlara uyğun deyildi. Yaxınları Süreyya xanım fikrindən daşınmaq istəyirdilər. Düzdür. Süreyya xanımın beyninə qansızdı. Süreyya xanım dünyası dəyişdi. Düzdür. Əhməd bəy qadın hüquqlarının qorunmasını dəstək vermək istəyirdi və difai təşkilatının xeyr, qadın hüquqları deyil uşaqlar, mübarizə aparmaq üçün 4 uyğun deyil. Doğru fikir deyil. Burada da fikir verərsən. Birdən deyər neçəsi, birdən də deyər hansı fikir. Ona da fikir verin. Əhməd bəy Ağaoğlu hansı təşkilatı yaratmışdı? Difai. B variantı. Süreyya Ağaoğlu nə olmaq istəyirdi? Əlbəttə, vəkil. C variantı. Süreyya Ağaoğlunun 120 il yubileyi harada keçirilmişdir uşaqlar? Bakıda. Baxın, axırda deyir ki, Bakıda Süreyya Ağaoğlunun 120 illik yubileyi aid beynəlxalq konfrans keçirilmişdir. Biri mətndə fərqləndirilmiş ifadələrini əvəz edə bilməz. Baxaq görək mətndə hansı fərqləndirilib? Nail olur. Yəni əldə edir, müvəffəq olur, sonra nəyəsə çatır, amma məğlub olmaq xeyr, D variantı, D. Sonra Süreyya Ağaoğlunun oxuduğu ixtisasa yaxınlar münasibətini deyir ki, qadının uyğun olmadığını düşünürlərdi. Bəli uşaqlar, B variantı. Süreyya Ağaoğlu hansı beynəlxalq təşkilatı prezidenti olmuşdur? Baxın. Türk-Amerikan Universitetlər Dərnəyinin həmtəsisi idi. Qadın ictimai mətnə baxsaq, orada var idi. Bir deyir ki, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti, bir də Azad Fikirlər Yayım Dərnəyi və Türk-Amerikan Universiteti Dərnəyinin həmtəsisləri olmuşdur. Qaydaq varianta baxaq yenə. Bəli, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyəti. Biri mətn yarım başla, yəni plan kimi nəzərdə tutulur, ona aid elə bir hadisə yoxdur. Süreyya Ağaoğlunun vəfatı, bəli, deyir orada. Süreyya xanımın arzusu, bəli, Süreyya xanım Atatürklə atasıyla görüşür, düzdür. Amma onun müəllimləri haqqında heç bir şey yox idi və biz də ona uyğun başlıq qoya bilmərik. Süreyya Ağaoğlunu uşaqlıqda hansı hadisə diqqət çəkməyə başlamışdır? Hansı hadisə ilə diqqət çəkməyə başlamışdır? Məktəbin teatrında çıxış etməsi, xeyr, əlaçı, xeyr. Liseyin bayrağını dəyişdirir
və zabitlər də sual verir ki, sizin dövlətinizi işğal etsəydilər, siz necə edərdiniz? Süreyya xanımın atası ilə birlikdə tanış olduğu şəxs kimdir? Mustafa Kemal Atatürk. Uşaqlar, B variantı. Sonra yenə qəpiklərlə bağlı hissəmizdir. Deyir, verilən məbləğ qəpikli ifadə edir. Yenə böyükdən kiçiyə doğru pullarımız 5 manat, 6 manat, 7 manat, 8 manat, 20 qəpik, 40 qəpik. 8 manat, 40 qəpik. 8 manatım 840 qəpik üzərinə gələndə 840 qəpik. Hansı variant uşaqlar? C variantı. Sonra deyir, anam 1 kiloqram pomidor, 2 kiloqram xiyar aldı. Və satıcıya 5 manat 50 qəpik pul verdi. Baxın aşağılar. Pomidorun çəkisi şəkildə göstərilib. Daha doğrusu 3 manat 50 qəpik. Bu da neçə kilo alır? 1 kilo alırsa 1 kilosuna 3 manat 50 qəpik pomidora verir. 5 manat 50 qəpik satıcıya verib 3 manat 50 qəpik çıxanda yerdə qalır 2 manat. Deməli, xiyarın 1 kilosu neçə manatdır? 2 manat. Yenə ailənin deyir, aylıq gəliri 2400 azendir. Bunu yadımızda saxlayırıq, 2400 azendir. Bir ay ərzində kommunala 170 verirlər, qidaya 350 verirlər, təhsil haqqı 1200 azen və yığımı 400 manat. 2400-ün 400 manatın kənara qoyandan sonra bunlar 2000 manat ayda xərcə verirlər. Xərc. Görək bu adı sadalanana nə qədər verir? 12, 4, 6... Bir də yadda 7. 1720 manat adı çəkənlərdir. Xərc 2000 edir axı. Burada da qalır 280 manat. 280 manatda uşaqlar əlavə digər xərclərdir adı çəkilməyən. Sonra yenə deyir, verilən pulların deyir, cəmi neçə eləyir? 4 manat 2 qəpik üzərinə gələn 1 manat 20 qəpikdə. Dedim, bu bayaq 4,2 şəklində yazsam. Daha doğrusu uşaqlar 2 qəpikdir. 4,2 şəklində yazsan, yəni %2 qəpik. Buna toplayırıq 2, 2, 5 manat 22 qəpik. Yəni hansı variant uşaqlar? D variantı. Sonra deyir, verilən məbləğin manatlı ifadəsi hansıdır? Baxaq. Baxın, böyük puldan hesablayıram. Yenə 20, 25, 20, 40, 60, 80. 25 manat 80 qəpik. Ya belə yaz, ya da 25 manat 10,8. 25,8 hansı uşaqlar? B variantı. Sonra deyir ki, sadi qiyməti 24 manat 70 qəpiyə olan saat alır. O məbləği 14 manat 70 qəpiyini özü qoyur. Aha, görək nə qədər qalıb. 10 manat. Qalanısa dostuna borc aldı və həftədə 2 manat olmaqla geri qaytardı. 10 manat borc alır. Hər həftədə 2 manat olarsa, onu da çevirəm 5 həftə. 5 həftədən sonra onun borcu bitər. Və 5 həftəyə qaytarır. Yenə baxaq. Deyir ki, şirkət ilin əvvəlində 40.000 kredit götürdü. Bankla razılaşmayana əsasən ilin sonunda götürdüyü məbləği və məbləğin %15 hissəsi qədər əlavə pul qaytarmalıdır. 40.000-in %15 hissəsi qədər bu adam götürdüyü müddətdə əlavə pul ödəyib. Lütfen 40.000-i bölürük 100-ə. Bu 2-dən 0-ı sil, qaldım 400. 400-ü də vurursan sürətə. Neçə ediş olar? 4 dəfə 15-im 60, 2-dən də 0 gələndə 6.000-də əlavə pul verir. 40.000-də götürmüşdü. 40.000 ödədəcəkdi, aldığı puldur. 6.000-də əlavə ödəyəcəyi puldur. Elə bir faiz kimi düşünün, 46.000. Yəni, hansı variant uşaqlar? D variant. Sonra deyir, Nərgizin 15 manat 50 qəpik pulu var. Hansı variantda verilən pul Nərgizin pulundan azdır? 15 manat 45 qəpik azdır. Elə hansıdır uşaqlar? A variantı. Qalanlar çoxdur. Deyir, bir dondurmanın qiyməti 2 manat 10 qəpikdir. Satıcıya 8 manat 50 qəpik versəm, ən çox neçə dondurma alaram? 2 manat 10 qəpik birini alaram. 2 manat 10 qəpik birini alaram. 2 manat 10 qəpik birini alaram. Baxın, 2, 4, 6, 8. 8 manat 10, 20,
30, 40, 8 manat 40 qəpik. Neçə dənə oldu? 1, 2, 3, 4 dənə, ən çox 4 dənə dondurma alaram. Sonra deyir 2 metr parçanın qiyməti 3 manatdır. 7 manat parça alan müştəri satıcıya 11 manat versə, satıcı ona nə qədər pul alar? Aşağılar belə eləyək də. Baxın, 2 metrin qiyməti 3 manat. 3'ü də qəpiyə çevir, çünki bölmək üçün rahat olsun işim. 300 qəpik. Onda 1 metrim 300'ü 2'ye böləndə düşəcəkmi? 300 qəpik 2'ye böləndə 150 qəpik. 1 metrim 150 qəpikdir. Yəni 1 manat 50 qəpikdir. 7 metrdə parça alır. Gəlir 7 metri vurursan 150'ye və yaxud da 7 manat 50 qəpik. Buranda 5, 35, 7 və 1, 10, 10 manat 50 qəpikdə elə bil. 1500 qəpiyimiz nə qədər edir? 10 manat 50 qəpik. Bu da 11 manat verirsə, 10 manat 50 qəpikdə çıxanda qalacaqmı 50 qəpik geri qaytarır. Yəni B variantı. Müxtəlif yollarda yaza bilərsiniz. Sonra ən az neçə manat pulum olsa qiyməti 8 manat 40 qəpik olan çərçivədən kağıt alaram. 8 manat 40 qəpik, 8 manat 40 qəpik. 2 dənə alıram. 80, 16 manat 80 qəpik mənim ən az pulum olmalıdır. Elə uşaqlar A variantı. 16 manat 80 qəpim olsun, gerək 2 dənəsini alım. Olar ya 17 dolar, 17 manat ola bilər. Ən çox daxı məndən nə istəyir? Ən az deyir. 16.40-da pulum çatmaz. Sonra qələmlər deyir 30-dan bahaya doğru. Neyini? Sağ 3-cü qələm hansı var? 30-dan bahaya doğru. Yenə aşağılar. Belə eləyim də. 2 manat 3 qəpik bu birisidir. 2 manat 4 qəpik bu birisidir. Yəni sarı, mavi, qırmızı 2 manat 65 qəpikdir. Qara da 2 manat 85 qəpikdir. Vergüdən sonra 2 dənə deyə bunları da artıram belə. İndi düzürəm. Baxın. Ən ucuzdan bahədir. Ən ucuz sarıdır. Ondan sonra elə görürəm ki, hamısı ardıcıl düzmüşəm. Elə məndən də hansı istəyir 3-cünü. Elə qırmızı qələm. Hansı variant uşaqlar? B variantı. Belə. Deyir uşaqlar 43-cü sualda Fərda 10 manat, yəni 10 manat %50 deməkdir. 10 manat 50 qəpiyə top alır. 2 topun qiyməti nə qədər olar? Biri 10 manat 50 qəpikdirsə uşaqlar 2 dənəsi 100 qəpik. Burada da neçə eləyəcək? 20. 100 qəpik bizdə neçə manatdır? 1 manatdır. Toplamda 20 üzərinə gəl 1, 21 manat eləyəcək. Yəni hansı variantdır? C variantı uşaqlar. Deyir Aytənin 13 manat 60 qəpik pulu var. Bacısı ona 4 manat 15 qəpikdə pul verdi. Aytənin cəmi nə qədər pul oldu? Diqqət eləsəniz görərsiniz ki, vergülün altdan yazanda deyərsən müəllim burada bir boşluq yarandı. Oraya 0 qoyub yazacağıq. 5, 7, 7, 7, 17 manat 75 qəpik. Yəni hansı variant uşaqlar? B variantı. Növbəti deyir ki, 2 keksin qiyməti 1 manatdır. Satıcıya 3 manat 50 qəpik versəm, ən çox neçə keks alaram? Uşaqlar, 2 dənəsi 1 manatımız nə qədərdir? 100 qəpikdir. Deməli, 1 dənəsi neçə qəpikdir? 50 qəpikdir. Satıcıya da 3 manat 50 qəpik versəm, neçədən ala bilərəm? Elə bir ki, 350-ni böləcəksən 50-yə də. Vergülü görüb sudurğa keçirmə. O da neçə dəfə düşəcək? 7 dəfə. Ən çox nə qədər keks ala bilərəm? 7 keks ala bilərəm. Sonra deyir, hansı məbləğ 10 manat 20 qəpiyin 2 qatıdır. Yəni 10 manat 20 qəpiyi ya 2-yə vur, ya da 10 manat 20 qəpiyin üstə 10 manat 20 qəpik gələndə 20 manat 40 qəpik. Ya belə, ya da ki, digər formasında yaza bilərik. Baxaq. Baxın, birincidə yenə böyük pulları hesablayır. 20 manat 50 qəpikdir. İkincidə 20 manat 40 qəpikdir. Elə hansı variantdır? B variantı. Üçüncüdə 10, 11, 12 manat 20 qəpikdir. D variantında isə 5 manat 10 qəpikdir. Bizə də lazım olan 20 manat 40 qəpikdir. Daha sonra uşaqlar deyir ki, pul qabının qiyməti 20 manat 50 qəpikdir. Aşağıdakılardan hansı pul qabının qiymətini ifadə edə bilməz? Baxın, 20 manat 50 qəpik elə A variantı pulu ifadə edir.
Sonra 10, 10, 20 manat 50 qəpik B-də uyğundur. C variantı 20, 20 manat 20 qəpik, 40 qəpik, 10 qəpik, 20 manat 50 qəpik C-də uyğundur. Amma digər 20 manat 30 qəpik pul qabının qiymətini ifadə etmir. Daha sonra deyir şirkət ilin əvvəlində 6000 manat kredit götürdü. Bankla 15 aylıq müqaviləyə əsasən şirkət hər ay 4600 manat pul ödəməlidir. Şirkət müqavilənin sonunda nə qədər əlavə pul ödəmiş olur? Deməli uşaqlar 15 aylıq müqaviləyə bağlayırlar və hər ay 4600 manat pul ödəməlidir. Görək nə qədər eləyir hər ay 4600-ü belə eləyək də uşaqlar sıfırlarımızı ələ saxlayaq, özümüzlə aparıb ağırlıq eləməyək. 46-dan vuraq 15-ə 30, 20, 23, 6, 4, 0, 9, 6, yəni bir sizə toplayıram. Sonra gəlib arxasından bayaq sildiyim 2 0 gəlirəm. Neçə elədi? 69.000. Bu da nə qədər kredit götürmüşdü? 60.000 götürmüşdü. 69.000-dən də 60.000-i çıxırıq. 9.000 əlavə pul ödəyir. Elə bir üzərindən faiz gəlir də. Hansı variant uşaqlar? A variantı. Sonra deyir ki 49-cu sual. Vəfanın 12 manat 8 qəpik pulu var. 12 manat 8 qəpik pulu var. Görsünüz belə yazdım. 12 tam %8, yəni 100 qəpiyin 8-i var. Hansı variantda verilən pul vəfanın pulundan 2 dəfə azdır? Baxın aşağılar. 2 dəfə azdır deyəndə böləcəksən 2-yə. Elə bir 1208-i bölürsən 2-yə də 6, 12, 0-ı buraya yazırsan. 8 də 2-yə neçə dəfədir? 4 dəfə. O da neçə edir? 8, 0. Nə oldu? 6 manat 4 qəpik. 6 manat %4 qəpik. Hansı variant uşaqlar? B variantı. Sonra deyir bir ay ərzində kommunal xərclər 500 manat. Baxaq. 500 manat kommunal xərc. Qida 550 manat. Digər xərclər isə 600 manat təşkil edir. Ailənin aylıq krediti isə hələ kredit də var. O isə 800 manatdır. Baxaq, indi hamısını toplayaq. 0, 5, 10, 16, 8, 24. 2450 manat ən az nə qədər pulu olsun ki, ən az, yəni 2450 manat pulu olsun ki, bunları ödəyə bilsin. Sonra uşaqlar. 2 litr meyvə şirəsinin qiyməti 4 manatdır. 2 litrimiz 4 manatda gəlirsə, deməli 1 litrin bölürəm 2 manatdır. Deməli 1 litri neçə manatdır? 2 manatdır. Və 7 litr meyvə şirəsi alan Nailə xala satıcıya 10 manat verir. Aşağılar 1 litri 2 manatdırsa 7 litri də 14 manatdır, düzdür? Və Nailə satıcıya 10 manat pul verir. O satıcıya daha nə qədər pul verməlidir? 14 manat eləyir, 10 manat da verir, 4 manatı qalır. 4 manat da hələ əlavə olaraq pul verməlidir. Yəni hansı variant uşaqlar? B variantı. Sonra ailənin qiyməti 42 manat 80 qəpiyə olan gödəkçi aldı. O məbləğin 22 manat 80 qəpiyini özü verdi. 22 manat 80 qəpiyini özü verir. Nə qədər qalır? 20 manat. 20 manatı qalır. Qalan pulun isə 4də 3-ün qardaşından 20 manatın 4də 3-ünü tapanda yenə məxrəcə bölürük 5, sürətə vururuq 15, 5 dəfə 15. Qalan pulunun 4də 3 hissəsinin qardaşından 4də 1 hissəsini isə bacısından aldı. 20-nin də 4də 1-i yenə vururuq 20-ni məxrəcə bölürük, sürətə vururuq 5. Deməli, bizə heç bacısını tapmağa ehtiyac yox idi. 5 manat bacı verir. 15 manat da qardaşı verir, düzdür? Və deyir, qardaşına nə qədər pul aldı? 15 manat. Yəni, uşaqlar C variantı. 53-cü sual. Deyir ki, verilən məbləğlərin cəmi nə qədərdir? Bax, 1 manat 50 qəpik. Üzərinə gəl 2 manat 10 qəpik. Üzərinə gəl 4 manat 40 qəpik. Hamısını toplayıram. 50, 60, 100 qəpik bura elədi. 3, 7 manat da bu elədi. 100 qəpiyim də neçə manatdır? 1 manatdır. 7-nin üzrə 1 gələndə 8 manat pul edir. Yəni, uşaqlar hansı variantdır? B variantı. Sonra ən baha eynəklə ən ucuz eynəyin qiyməti nə qədərdir? Baxın aşağılar. Burada baxaq görək. Ən ucuz 1 manat 30 qəpik deməkdir. Bu yanında 3 görüb də qaçma ora. Deməli, ən ucuz eynək 1 manat 23 qəpikdir. Ən baha da bax 3 manat 70 qəpikdir. Yəni 7 görüb demək ki, bu böyükdür.
3 manat 70 qəpik. Və sənə deyir ki, nə qədər fərqi nə qədərdir? 3 manat 70 qəpik çıxırıq. Qalacaqmı? Ondan 3 çıxanda 7, 6-dan 2 çıxanda 47, 2 manat 47 qəpik. Yəni hansı variant uşaqlar? C variantı. Artıq ölçmə bölməsinə gəldik. Ölçməyə baxaq. Deyir ki, uşaqlar, ən birincisi bu ölçmə vahidlərini öyrənməlisiniz. Çünki imtahanda da lazım olacaq. Baxın, 1 santimetrimiz 10 millimetrdir. 1 desimetrimiz 10 santimetrdir. 1 metrimiz 100 santimetr, 1 metrimiz və ya 10 desimetrdir. Müəyyən daha sonra 1 kilometrimiz 1000 metrdir. Bunları mütləq öyrənməliyik və daha digər formaları da vardır. Və deyir ki, 1 santimetrim dedim ki 10 millimetrdirsə, 16 santimetri tapmaq üçün vuracaqsan ona edəcək 160 millimetr. Yəni uşaqlar hansı variantdır? A variantı. C-ni qaraladım. Adı da yəni bilin. Sonra yazmayın ki, müəllim C deyil, nə bilim nə deyil. Düzbucaqlının perimetri P bərabərdir 2 vuraq A üstəgəl B. Sahəsi də S bərabərdir A vur B ilə tapılır. Niyə 2AB? Bax 2 dənə eni var, 2 dənə də uzunluq var. Bunları da mötərizənin kənarına çıxarır. Həqiqətində polyomada görürsünüz 2 dənə A, 2 dənə B. Ona görə də düsturdan yazılır. Yəni uşaqlar A üstəgəl B vuraq 2 düsturu ilə hesablanır. Deyir tərəfi 5 cm olan kvadrat. Yenə kvadratın sahəsi A kvadratıdır, perimetri də 4A ilə tapılır. A da onun tərəfidir uşaqlar. Bir tərəfi də 5-dirsə, 5-in kvadratı, yəni 5 vur 5, 2 dənə 5-i bir-birinə vurursan, o deyir 25. Yəni uşaqlar B variantı. Sonra deyir ki, 1 ton neçə kiloqrama bərabərdir? Uşaqlar, 1 tonumuz 1000 kiloqramdır. Baxın, burada da göstərib C variantı. Hansı variantdır? C. Sonra deyir qabda 2 litr su var. Suyun 1/4 hissəsi istifadə edilir. Yenə uşaqlar bilməliyik ki, 1 litrimiz 1000 millilitrdir. 2 litrim 2000 millilitrdir. Onun da 1/4 yenə məxrəcə bölürük. 500 eləyəcək 500 millilitr. Yəni uşaqlar C variantı. Sonra vahiddir kublardan düzəldilmiş fiqurun həcmi. Vahid kublardan düzəldilmiş fiqurun həcmi nə qədərdir? Neçə dənə kub varsa uşaqlar odur. 1, 2, 3, 4, 5. 5 vahid kub B variantı. Sonra eni 5 cm uzunluğu. Baxın, eni 5-dir, uzunluğu 8-dir. Sayəsi görürəm düzbucaqlıdır. Düzbucağın sayəsi A vur B ilə tapılır. 5 vur 8 o da eləyəcək 40. Yəni uşaqlar hansı variantdır? C variantı. Sonra 8-ci sual. 240 dəqiqə. Uşaqlar 1 saatımız 60 dəqiqədir. 240-ı da neçə saat olmalı tapmaq üçün bölürsən 60. O da eləyir 4 saat. Yəni hansı variant uşaqlar? B variantı. Sonra avtomobil deyir 6 saata. Baxın, əvvəla bilin ki, S bərabərdir gedilən məsafə. T zaman, yəni vaxt. V isə sürəti göstərir. Məsafəni tapıramsa, zamanı sürətə vururam. Zamanı tapıramsa, məsafəni sürətə bölürəm. Sürəti tapıramsa, məsafəni zamana bölürəm. Daha doğrusu uşaqlar, bu düsturları da əzbərləməlisiniz. Sonra, indi mən də burada baxıram ki, mənə saatı verib T bərabərdir 6 saat. Məsafəni verib 300. Mən nəyi tapmalıyam? Sürət. Ona görə də gedilən məsafəni böləcəksən zamana. Yəni 300-ü bölürsən 6-ya. O da edir 50. Saatda nə qədər gedir? 50 kilometr gedir. Aralarındakı məsafə deyir 620 kilometr olan iki məntəqədən qarşı-qarşıya yola düşən maşınların birinin sürəti 75. Uşaqlar, elə bil ki, bu A məntəqəsidir, bu da B məntəqəsidir. Qarşı-qarşıya 2 dənə avtomobil düşürlər. Qabaq-qabağa düşürlər. Birinin sürəti V bərabərdir 75-dir.
Digərinin sürəti isə v bərabərdir 80-dir və bunların aralarındakı məsafə də 620 kilometrdir. Və sənə deyir ki, qarşı-qarşıya yola düşən maşınlardan birinin sürəti maşınlar neçə saat sonra görüşəcək. Biz nəyə tapmalıyıq uşaqlar? Zamanı tapmalıyıq. Və bunun da qarşı-qarşıya tapanda sürətlər toplanır. Bunun düsturu belədir uşaqlar. V üstəcələk V1 üstəcələk V2 vuraq T. Burada V1 bax bunun birincinin sürətidir. V2 ikincinin sürətidir. Məsafə də bayaq dedim S ilə işarə olunur. Və biraz bunu yuxarı qaldırım. Baxın uşaqlar, yerinə qoyub hamısını yazıram. Məsafəm nə qədər idi? 620 km bərabərdir. Sürətin biri neçə idi? 75. O biri sürətim neçə idi? 80. Zamanı bilirəm? Yox. Əsas mən zamanı tapacağım. Yenə istəsən bərabər bu tərəfə keç, fərqi yoxdur. 75-in isə 80 gələndə neçə edir? 155. 155 vuraq T bərabərdir 620. Tənlik kimi yazırıq. T də bərabərdir 620-ni bölürsən 155-ə. T də bərabərdir 620-nin içinə 155. 4 dəfə edəcək. Yəni neçə saata gedirlər? Neçə saat sonra görüşəcəklər? 4 saata. Yenə növbəti sürət məsələsidir. Deyir A nöqtəsindən eyni anda əks istiqamətdə hərəkətə başlayan velosipedin birinin sürəti. Baxın, bunlar A nöqtəsidir. Əks istiqamətdə. Biri bu tərəfə, biri də bu tərəfə. Velosipedlər birinin sürəti 70-dir. Digərinin sürəti isə 60-dır. Və 2 saat sonra bunlar arasında məsafə nə qədər olacaq? Burada artıq əks istiqamət deyir. Yenə əks istiqamətində sürətləri toplayacağıq. Yenə düsturumuz belədir uşaqlar. S bərabərdir V1 üstəcəl V2 vuraq T. Məsafəni tapıram deyə məsafəni bilmirəm. Sürətimin biri 70-dir, biri də 60-dır. Getdiyim saatda nə qədərdir? Neçə saat sonra deyir 2 saat. Yenə S bərabərdir. 70-in üstə 60 gələndə neçə edir? 130. 130-u da 2-yə vururam. S də bərabərdir. Neçə edir? 260 kilometr olacaq. Daha doğrusu burada metrdən verib, metr A variantı. Sonra uşaqlar deyir sürətləri 82 eyni istiqamətdə. Artıq eyni istiqamətdə olanda çıxacaq. Düsturumuz artıq belə olur. S bərabərdir V1 çıxaq V2 vuraq T. Bunları öyrənsəniz yaxşı olar. V1 birincinin sürəti 80 km-dir. V2 fərqi yoxdur. 70-80 qoya bilərsiniz. 70-dir. Və zaman da nə qədərdir? 2-dir. Biz məsafəni tapırıq. Yerinə qoyuruq. S-i bilmirəm. V1 80, V2 70, zamanım T-nın yerinə tapıram. 2 yerlərinə qoyub yazıram da ifadə kimi. S bərabərdir. 80-dən 70 çıxanda nə qalır? 10. Onu da 2-yə vuranda 20. S də bərabərdir 20. Eyni istiqamətə gedir. Bu getdikcə aralarındakı məsafə 20 kilometr olacaq. Yəni uşaqlar C variantı. Yenə deyir, iki məntəqə arasındakı məsafə 2 km 400 metrdir. Maşın bu yolun altında bir hissəsini getdikdən sonra fasilə verdi. O daha nə qədər yol getməlidir? Aşağı 2 km 400 metr. Bayaq dedim ki, 1 kilometrim 1000 metrdir. 2 kilometrim 2000, 400 üstə gələndə 2400 metr edir. Onun da 6-da birini gedəndən sonra fasilə verir. Yenə məxrəcə bölürük. Elədimmi? 400 metr yol gedib. 400 metrini gedir. Və o daha deyir, nə qədər yol getməlidir ki, digər məntəqəyə çatsın. 2400 metrin 400-ünü gedirsə, qalır 2000 metr. Sən də bayaq bildin ki, 1 metr. Görürəm ki, variantda metrlə verməyib. 2000 metri də böləcəksən 1000-ə. Çünki 1 kilometrim 1000 metrdir. Eləcək 2 kilometr. Deməli, nə qədər yol getməlidir uşaqlar? 2 kilometr yol getməlidir ki, getsin məntəqəyə çatsın. Deyir, verilmiş üçbucağın perimetrini tapın. Heç uşaqlar üçbucağın perimetri tərəflərini topla. 2 üstəcər 6 üstəcər 7. 8 üstə 7 gələndə 15. Yəni hansı variantdır? D variantı. Sonra
Deyir ki, düzbucaqlı paralellepipedin həcmi 225 metr kub olarsa, onun eni neçə metr olar? Baxın. Bunun perimetri A vur, B vur, C. Bax, bu bunun düsturudur. Paralellepipedin həcminin düsturudur. V, bax, buradakı bu V həcmi göstərir. Və bunu da deyir cəmi nə qədərdir? 225 metr kubdur. Aha. Bilirəm də uşaqlar, bunu bu tərəfə keçirəm ki, bərabərin bu üzünə yazıram ki, siz çaşmayasınız. A-ya nə verib? 5 bilirəm. B-im neçədir? 15 bilirəm. Bu bir tərəfi bilirəm və buranı yox. C olduğu kimi qalır. Bərabər də hamısı bir yerdə nə qədər edir? 225 metr kub. Yenə 5 15-ə vururam 75, vuraq C bərabərdir 225. Mən C-ni tapmalıyam axı. C də bərabərdir tənlikdir. Bu tərəfə keçdi. Olacaq bölək. 225-də 75-ə bölürsən. 225-i də 75-ə böləndə neçə və düşər uşaqlar? 3 dəfə. Deməli, bunun eni, bax, bura neçə imiş? 3 imiş. Yəni, hansı variantdır? B variantı. Sonra yenə deyir ki, bayaq yuxarıda qeyd elədim ki, 1 litrimiz 1000 millilitrdir. 5də 1-imdir. 5də 1 litrimiz nə qədər millimetr deyəndə bölürsən 1000-ə. O da deyir 200 millilitr. Yəni, hansı variantdır? B variantı. Sonra deyir, uşaqlar bağdan 5 kiloqram 300 qram üzüm, 4 kiloqram 450 qram caval yığdılar. Cəmi nə qədər yığdılar? Uşaqlar 5 kiloqram üzərinə gələk 300 qram. Bunun üzərinə gəlirsən 4 kiloqram 950 qram. Toplayaq. Qramları bir toplayıram. 5, 5, 12, 1250 qram, 9 kiloqram. Bunu belə yazandan sonra baxarsan ki, cavabda belə şey yoxdur. Sonra birdən sənə çatsın ki, 1250 qramın elə 1000 qram 1 kilon burada var. 9 idi. 1 kilonu da buradan qoydum. 10 kiloqram. 1250-dən də 1000 qram çıxdım. Axı 1 kilonu çıxdım. Nə qədər qaldı? 250 qram. 10 kilom 250 qram. O da hansı variantdır? C variantı. Sonra uşaqlar. Deyir ki, sürəti 68 km/saat olan avtobus 2 saat yarıma neçə kilometr yol gedər? Aşağılar. Əvvəla, bax, belə deyək də. Yenə sürətim 68-dir. Zamanım 2 kilometr. 2,5 saat. İndi izah edəcəm. Məndən nə istəyir? Məsafəni istəyir. Məsafəni də bayaq tapanda dedim, sürəti vurursan zamana. S bərabərdir 68 vuraq 2,5. İndi mənə deyərsən ki, ay müəllim 2,5 niyə yazdım? Baxın, 1 saatımın 1 tamım 100-dür, düzdür və yaxud da onun da yarısı neçə eləyəcək? 50-50. 1 saatım da 60 dəqiqədsə, onun yarısı neçə eləyir? 3, 30 dəqiqə, 30 dəqiqə. Mən 30 dəqiqanı yarım saat 2,5 şəklində göstərirəm. Yəni, bunu bax, görürsünüzmü? 2,5-in üstə də bir də 0,5 gəlsəm, o artıq 3 tam eləyəcək. Tam elədi, gördünüz. Mən onu 2,5 yarı kimi də, belə 1 litrin yarısı nə qədərdir? 500. Mən elə bir onu yarıya böldüm. 68-i vururam 2,5-ə. Eyni qayda ilə vergülü qoy. Elə bir 68-i vurur 25-ə. Sonra da vergülünü ayır. Baxaq, 8 dəfə 5, baxın, 68 vuraq 2,5. 8 dəfə 5, 44, yadda 34, 16, 12, 13, 0, 16, 2, 26. Mən deməli uşaqlar hardasa səhv eləmədik ki, 2600 vergülün biri gedirdə 260 hardasa səhvli olmadı ki. Baxın 68-i 2 tamam vuranda belə hesablayaq da 6 2 dəfə 6 da 12 136 eləyir. Bir də 68-i 5-ə vuranda bu görüm 68-i də 5-ə vuranda 40 34 gələndə 170 kilometr. Yəni D variantı uşaqlar. Sonra hansı saatdir? Elektron saatı da 3-ə 24 dəqiqə işləmişi göstərir. Baxın uşaqlar. A variantı 3-ə qalmaq göstərib. Sonra B variantı gecə saat 4 işləmişi göstərir. C variantı gündüz 3-ə
24 dəqiqə işləmişi göstərir. Elə uşaqlar C. D variantı da 4-də qalmışı göstərir. Yəni burada C variantıdır. D sayəsi 64 8-ci sualda dedim kvadratın sayəsi A kvadrat ilə baş göstərilir. 64 də nəyin kvadratıdır? 8-in. Yəni C variantı. Sonra deyir eyni vaxtda qarşı-qarşıya yola düşən iki avtobus arasındakı məsafə 360 kilometrdir. Baxın, yenə qarşı-qarşıyanın üstünü yazıram ki, göz yaddaşınızda qalsın. V1 üstəgəl V2 vuraq T. Avtobusların birinin sürəti 60. Qarşılarındakı məsafə nə qədərdir? 360. S-i bilirsən ki, 360-dır. Birinin sürəti 60-dır. Bax, digərinin sürətini tapıramsa, bilmədiyimə görə X-dır. Zamanım da deyir 3 saat sonradır. Yenə aşağılar bunu daha unudaq düsturun burasını. İndi tənlik kimi həll eləyək gerisini. Baxın 360-dır. Bu da vura 3-dür. Bu tərəfə keçəndə artıq bölək olur. 60 üstəgələk x bərabərdir 360 bölək 3-ə. 60 üstəgələk x bərabərdir 363-ə böləndə 120. X də bərabərdir 60. Deməli, digərinin sürəti, bayaq dedi ya, V2-nin digərinin sürəti nə qədər imiş? 60. Sonra 10-cu sual. DC məntəqəsindən eyni anda əks istiqamətə hərəkətə başlayan motosikletçilərdən birinin sürəti 120 km, digərinin sürəti isə 160 km/saat. Yarım saat sonra onlar arasındakı məsafə nə qədər olacaq? Əvvəla yenə əks istiqamətdir. Əks istiqamətin düsturunu da yazıram. S bərabərdir V1 üstəgələk V2 vuraq T. Bu sənin düsturun. Və burada aşağılar yarım saat deyir. Bunu izah eləmək istəyirəm. 1 saatim nə qədər dəqiqədir? 60 dəqiqədir. Yarım saatim nə qədərdir? 30 dəqiqə. 60-ı 30-a böləndə hər ikisini də 30-a ixtisar eləyəndə yuxarıda qaldım 1. Burada da 2 də 1 saat deməkdir. İndi gətirirəm yerinə qoyuram. Məsafəm nə qədər idi? Bilmirəm. Birinin sürəti nə qədərdir? 120. Digərinin sürəti nə qədərdir? 160. Zamanım nə qədərdir? 2-də 1. Birdən də 2-də 1 saat hardan aldımsa. Sonra S bərabərdir. 120 üstə 160 gəndə neçə eləyir? 280 vuraq 2-də 1. Bu da belədir deyə. Məcbur məxrəcə bölürsən. 282-yə bölünə düşür 140. Deməli, 140 kilometr məsafə olacaq. B variantı. Sonra dayandıra dəfələrlə qayıdıb baxarsınız. Eyni zamanda eyni istiqamətdə, artıq burada eyni istiqamətdir uşaqlar. Eyni istiqamətdə düsturumuz V1 çıxaq V2 vuraq T. 2 saat yolda olur. 100 km məlum oldu. İkinci qayığa çatmaq üçün daha 50 km yol getməlidir. İkinci qayığın sürətini tapın. Uşaqlar, burada heç bu düsturu yazmağa ehtiyac yoxdur. Necə yəni? Məsələni oxuyaq. Bir də deyir ki, 2 saat yolda olur, 2 qayıqdır. Birinci qayıq 100 km getdikdən sonra məlum oldu ki, ikinci qayığa çatmaq üçün daha 50 km yol getməlidir. İkinci qayığın sürətini tapın. Aşağılar, bu ikinci qayıq birinci qayığı elə bir ki, 50 km qabaqlayıb da. Ona görə biz ikinci qayığın getdiyi yolu, baxın, ikinci qayığın getdiyi yolu birinci deməli 100, bir də 50. 150 km bu gedib. Və bizə deyir ki, 2 saatda yolda qalıb. 2 saat yolda olub daha doğrusu. Mən dedim ki, sürəti tapanda nə edirik? Məsafə 150-dir də, bu 150-dir. Məsafəni bölürük zamana. Bu da 150 gedib, 2 saatda yolda olub. 150-ni də 2-yə böləndə nə düşür? 75. Yəni hansı variantdır? Daha doğrusu, uşaqlar B variantı. Növbəti sual deyir ki, hansı variant doğrudur? Baxaq. Hansı variantdır doğrudur? 2 metr 3 sant. Baxın, dedim ki, bayaq 1 metrim 100 santimetrdir. 2 metrim nə qədər olacaq? 200. Hətta bunu desimetrə çevirib bir dəqiqə. 100 santimetrdir, 10 da desimetrdir. Onda 2 metrim 20, 23 desimetr. A-nı düz yazıblar. B-yə baxaq. 1 metr 50 desimetr. Baxın aşağılar. Dedim ki, 1 metrimiz, bayaq yuxarıda yazdım ki, 10 desimetrdir. 50 desimetrim nə qədər edir? 5 metr.
1 metr də orada var. 5 üstəgəl 1, 6 metr. B variantı səhvdir. B səhvdir. Sonra 5 desimetrimdir. 58 metrdir. Xeyr, 5 desimetr bu səhvdir. 7 desimetr 200 millimetr. Xeyr, uşaqlar. 1 desimetrimiz 10 millimetrdir. 70, 200-ü də ona böləndə xeyr, bu da səhvdir. Bizə doğru olan lazım idi. O da elə A variantı. Deyir, hansı variant səhvdir? Səhvi tapırıq. 1 desimetrimiz 10 santimetrdir. O da elə A variantını düz yazıblar. Sonra 1 kilometrimiz 1000 metrdir. 30'u vururuq 1000'ə. Bərabərdir 30. Arxasına 3'dən 0, 30.000 metr. Elə B də düzdür. 1 kilometr 367 metr. C də düzdür. 1 metrimiz 100 millimetrdirsə, nə oldu? Bunun hamısı düz gəldi. Nəyəsə gözümdən qaçırmadım ki. Hər uşaqlar, burada mən 1 metrimiz 100 millimetr yox, 1000 millimetrdir. 5 metrin 5000 eləməli idi, elə D variantı. Verilmiş fiqurun perimetrini tapın. Deməli uşaqlar, perimetr onun elə bir şey ətrafına hasar çəksən. Buralar bir yerdə perimetr. Onu da kənardaşlarını toplarsan. Bura 7, burada 2. 7 2 neçədir? 9. Deməli burası 9 imiş. Deməli 6, üzərinə gəl 7, üzərinə gəl 2, üzərinə gəl 4, üzərinə gəl 9. Bərabərdir neçə edir? 6, 7, 13, 2, 15, 4, 19, 9, 20. Düzümün getdi, hardasa səhv elədik. Baxın, 7, 2, 9'dur, düzdürmü? Hesablamada səhv elədim. 6, 7, 2, 4, 9. Bax, elə 9, 9, 18, 10 da buradan 28. Nəyə səhv elədik? Hə, uşaqlar, bizə dəqiqə. Burada diqqət eləsəniz, bax, bura 6-dır, düzdür? İki buradırsa, 2 də buradır. Axı, bu aşağının burasını göstərib, 2 də deməli buraya qalır. Çünki bu tərəf 6 eləməlidir. 2, 2, 4, 28, üzərinə gəl 2 bərabərdir 30. Yəni B variantı. Sonra keçək növbəti suala. Deyir, hədiyyə qutusunu eni 15'dir. Qoyacaq A 15, uzunluğu daha doğrusu B 10'dur, hündürlükdə, yəni C-dən işarəsə 9'dur. Bayaq da bunu dedik. Bu deməli belə bu formadadır da, düz bucaqlı paralelpipeddir. Onun da həcmi necə idi? A vur B vur C şəklində yazılırdı. V də bərabərdir 15 vur 10 vur 9. V də bərabərdir neçədir? 15 dəfə 9'u hesablayaq. Da tez hesablamadı. 9 dəfə 5 45, 135 edir. Onu da ona vuranda 1350 metr kub edir uşaqlar. Daha santimetr kub. Yəni hansı variantdır? B variantı. Sonra dördüncünü hesablayın deyir. Dördüncünü hesablayın deyir. Dördüncüyə baxaq. Deyir 1 kilogram 300 qramımız, onda 4 kilogram deyir. Nə qədərdir? Aşağılar 1 kilogram 300 qram budur. Onda 4 kilogram deyəndə kilogramın yerinə 1000 qazacaqsan. Çünki 1 kilogramın 1000 qramdır. Burada qaldım 100. Bu deyir 400 qram da bu birisi tərəf elədir. Hesablayın deyir. 1 kilogram 300'üm əlimdə var idi. 400 qram üstünə gəlirəm. 1 kilogram 700 qram edir. 1 kilogram 700 qram. O da hansı variantdır? B. Sonra sarı fiqurun sayısı neçə kvadrat vahiddir? Görək, vahid deyəndə tam bütöv bir kvadrat nəzərdə tuturuq. Baxın, hələ bütövləri sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 dənə təmiz əlimdə var bütövdə. Bax, bununla bunu birləşdirsəm 1,
Bununla bunu birləşdirsəm 2. Bununla bunu birləşdirsəm 3. Bununla bunu birləşdirsəm 4. Bununla da bunu birləşdirsəm 5. 5 dənə də bu birisindən alıram. 16 üstə 5 gələndə 21. 19 nə idi? Elə variant. Sonra Mahir deyir saat 21:45-də yatdı. O 8 saat 20 dəqiqə yatmış olarsa saat neçədə oyanmış olar? Aşağılar 21:45-də yatıb 8 saat 20 dəqiqədə yatmış olur. 5, 65, 21 üstə 8 gələndə 29, 65. Elə bu 65 də bu tərəfə keçirsəm, eləyərəm 35. Ne deyərsən ay müəllim, 35 ola bilərmi? Əgər 24-ü keçibsə və yaxud da çıxanda 24-dən balacadırsa, eləyirəm üzərinə 24 və yaxud da 24 çıxacaqsan. Burada artıq 30 24-ü keçəcək. Məcburam çıxam 6:05. Yəni bu saat neçədə oyanıb? 6:05-də uşaqlar. Sonra digərinə bax, yenə sürət məsələlərinə aiddir. Deyir sürəti 25 metr dəqiqə olan velosipedçi 15 dəqiqəyə neçə metr yol gedər? Yenə yolu soruşur. Sürətim neçədir uşaqlar? 25. Zamanım neçədir? 15 dəqiqə. Nə istəyir? Məsafəni. Tapmaq üçün nə edirik? Sürəti məsafəyə vurur. S bərabərdir 25 vuraq 15. 250, 25-də 5-ə vuranda 75. Bir dəqiqə şifahi hesaplamaq istəyirəm. 250, 25-də 5-ə vuranda 125. 375. Düz hesabladımsa C variantı. Sonra 8-ci sual. Eyni vaxtda qarşı-qarşıya yola düşən iki avtobuslar arasındakı məsafə 450 km-dir. Avtobuslardan biri sürəti 72-dir. Avtobusun digər avtobus arasında qarşı-qarşıya deyir bayaqki düsturumuz S bərabərdir V1 üstə gəlir V2 vuraq T. Aşağılar məsafəm nə qədərdir? Bir yazmıram da birinci məsafə istəyəm. Bayaqdan izah edirəm. 450-dir. Avtobusun birinin sürəti 70-dir. Digərinin sürətini tap deyirsə, birimi isə x-dır. Zamanı neçədir? 3. Yəni aşağılar tənlik kimi 70 üstə gəlir x vuraq bu tərəfə keçəndə bölək olur. 450-ni bölürsən 3-ə. Görək bölünəcək ki. Deyir avtobuslar arasındakı məsafə 3 saat sonra qarşılayacaqsa, digər avtobusun sürəti nə qədərdir? Nəyi hiss eləmədik ki? 70 üzərinə gəl x bərabərdir 453-ə vuranda 150. X də bərabərdir 80. Digərinin sürəti nə qədərmiş uşaqlar? 80. C variantı. Sonra A məntəqəsindən eyni olan anda eyni istiqamətdə hərəkətə başlayan motosikletçinin birinin sürəti eyni istiqamətdədir. S bərabərdir V1 çıx V2 vuraq T. Bu da bunun düsturudur. Məsafəni soruşur, bilmirəm məsafəni. Birinin sürəti 145, digərinin sürəti 105. Zaman da nə qədərdir? 2 saat. S bərabərdir 145-dən 130 çıxanda 30. 30-u da 2-yə vuranda 60. S də bərabərdir 61-dir. 30-u buradan aldım. Görüm düzün dedim aşağılar. Yox, 45-dən 5 çıxanda 40 qalır. Görürsünüz? 40 qalır. 40-ı da 2-yə vuranda 80. Yəni A variantı. Sonra eyni zamanda əks istiqamətdə yola düşən iki yük maşınından birinin sürəti 50 km/saat. Birinci yük maşını 50 km getdikdən sonra məlum oldu ki, onlar arasındakı məsafə 125 km-dir. Neçə saat sonra onlar arasındakı məsafə 625 km olacaq. Çox qəşəng sualdır. Məsələn, belə görəndə diliniz qatlanmasın. Qayıt bir doğu. Deyir, əks istiqamətdə yola düşən iki yük maşının birinin sürəti 50-dir. Baxın, birinci. Sürəti 50-dir və 50 km-də məsafə gedib. Elə özüm buradan bayaq zamanı nə dedim? Dedim sürəti bölürsən, məsafəni bölürsən sürətə. 50-nin 50-yə bölündə 1 saat. Deməli bu 1 saata 50 km gedir. Neçə saat sonra onlar arasındakı 625 km olacaq. Deməli 1 saata 50-dən gedir. Onlar arasındakı məsafə də 125 idi. 625-i böləcəm 125-ə. Ki, görüm nə qədər gedəcək. 625, 125 bölündə 5 saat. 5 saat, çünki 1 saatda 50 gedir.
125 olanda məsafə 600 ümumi 625-dirsə, 625 də bölürəm 125-ə 5. Yəni hansı variantdır? D variantı. Deyir, sentyabr ayının 4-dən 15 gün əvvəlki tarix hansıdır? Aşağılar. Əvvəla 1-ci avqust 31-dir. 31 gündür. Bunu yadımıza saxlayaq. Sentyabr ayının 4-dən 15 gün əvvəlki tarix. Bizi dəqiqə. Hə, elə bildim hamısı sentyabr verib deyəcəkdim bu sual niyə belə deyir. 4 gün sentyabrdan çıxırsan, 15-dən 4 çıxanda nə gündə yazdım? Görək nə oldu buna? 11 gün avqustdan çıxacaq. 31-dən də 11 çıxanda 20. Neçə avqustda düşür? 20 avqustda. Yəni C variantı. Sonra boş xanaya neçə litr yazılmalı? Neçə litr? Aşağılar 1 litrimiz 1000 millilitrdir. Burada da 300 verib. Heç 300'ü millilitrdən də onluq kəsirlə ifadə edəcəyik. O da hansıdır uşaqlar? 300'ü 1000'ə böləndə bir dənə qələmlə yazmadım. 300'ü 1000'ə böləndə 0,3. Yəni hansı variantdır? B variantı. 3 milli olsaydı, bax bura 3 milli olsaydı bunu götürərdin. 3000 olsaydı bunu götürərdin. Ona görə hansı variantdır? B variantı. Bu qədər uşaqlar. Azərbaycan dilinin digər 9-cu bölmənin izahında növbəti izahlarda çəkəcəm. Sağ olun, salamat qalın. Amma bəyənib paylaşmağı, yorum yazmağı unutmayın.